Herkese salam. Bugün sizə Almaniyaya ailə birləşimi vizası ilə bağlı çox önəmli və faydalı 3 məlumat paylaşacağam. Videonun sonunda bəyənməyi və fikirlərinizi bildirməyi unutmayın. Əgər sualınız olarsa, mütləq DM-dən mesaj ata bilərsiniz. İlk olaraq sizdən tələb olunan sənədləri diqqətlə araşdırın və bütün məlumatları düzgün şəkildə toplayın. Sənədlər tam hazır olduqdan sonra vaxt itirmədən hazırlıq prosesinə başlayın. Vaxt çox önəmlidir, bildiyiniz kimi. Buna görə də gecikmədən Almaniya səfirliyindən müraciət üçün randevu alın. Unutmayın ki, ailə birləşimi vizası üçün müraciəti birbaşa səfirlik vasitəsilə edirsiniz. Çünki səfirlik turistik və ausbildlik vizalarını tez kontakt şirkətinə həvalə edir. Ailə birləşimi isə buna daxil deyil. Üçüncü və ən sonuncu məqam isə budur ki, tanışlardan və ya ətrafdan alınan qeyri-rəsmi məlumatlara güvənmək əvəzinə yalnız rəsmi və etibarlı mənbələrə müraciət edin. Ya birbaşa səfirlikdən, ya da rəsmi qurumlardan məlumat alın. Mən bu səbəbdən inanın tam bir ay vaxtımı itirmişdim. Videomuz çox qısa olsa da ümid edirik ki, faydalı olmuşdur sizlər üçün. Sənədlər və digər önəmli məqamlar üçün ayrı bir video hazırlayacağam. Özünüzə yaxşı baxın. Görüşənədək.